Mən İsmail Hüseynov 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunda layihələrin təhlili şöbəsinin müdiri vəzifəsində çalışıram. Sizcə mentor balı olmadan qalib gəlmək mümkündür? Bəli, şəxsən mən özüm mentor balı almamışdım, lakin müsabiqənin qaliblərindən biri oldum. Müsabiqə zamanı qazandığınız bacarıqlar gündəlik işdə və şəxsi həyatınızda işinizə yarayırmı? Müsabiqə zamanı özümdə kəşf etdiyim vərdişlərdən biri dinləmək və alternativ fikirlərə dözümlü olmaq vərdişi idi. Belə ki, bu bizim həm iş, həm gündəlik həyatımızın da tərkib hissəsidir. Təbii ki, müzakirələrdə fərqli fikirlərin olmağı normaldır. Önəmli olan məsələlərə onların qarşı tərəfin perspektivindən baxmaqla konstruktiv həll yolu tapmaqdır. Yüksəliş sizinlə davam edir.